Salam, hər vaxtınız xeyirli olsun dəyərli izləyicilərimiz. Bugünkü proqramımızda biz çox maraqlı mövzu ətrafında qonağımızla bir yerdə müzakirələr edəcəyik. Bugünkü mövzumuz həkimlərin hüquqlarının müdafiəsi ilə bağlıdır və bununla bağlı da yeni bir mərkəz fəaliyyətə başlayıb. O mərkəzlə bağlı, mərkəzin yaranma səbəbləri və məqsədi ilə bağlı studiyamızın qonağı hüquqşünas İsa Əliyev bizlə bir yerdədir. Onunla bir yerdə müzakirə edəcəyik. İsa bəy, istərdim ki, mərkəz haqqında məlumat əldə edək. Həm biz məlumatlı olaq, həm tamaşaçılarımız məlumatlı olsun ki, həmin Health Advokat şirkətidir əlbəttə. Hansı zərurətdən yarandı və şirkətin əsas məqsədi nədən ibarətdir və eyni zamanda da bu şirkətdən kimlər faydalana bilər və sizin şirkətinizin əsas hədəf auditoriyası kimlərdir? Salam, hər vaxtınız xeyir olsun Elmar bəy. Təşəkkür edirəm dəvətiniz üçün. Health Advokat şirkəti qeyd etdiyiniz kimi yeni yaranmış hüquq şirkətdir və tibb sahəsi üzrə ixtisaslaşmış şirkətdir. Yəni adından da bəlli olduğu kimi Health Advokat sırf bir istiqamət üzrə tibb sahəsi üzrə ixtisaslaşmış hüquq şirkətidir. Şirkətin yaranma səbəbi bildiyimiz kimi son zamanlar həkimlərin hüquqlarının müdafiəsi sahəsində müəyyən boşluqların olmasıdır və həmin hüquqların tərəfimizdən peşəkarcasına müdafiə olunması məqsədilə şirkət yaradılmışdır. Şirkət bildiyimiz ənənəvi sığorta fəaliyyətindən fərqlənir. Çünki ənənəvi sığorta deyildikdə biz risklərin ötürülməsi və bölüşdürülməsindən danışırıq. Amma burada müəyyən fərqliliklər var. Fərqliliklər ondan ibarətdir ki, Health Advokat şirkəti ilə müqavilə bağlayan həkimlərimiz müqavilənin qüvvədə olduğu dövr ərzində, bağlanıldığı müddətindən asılı olaraq qüvvədə olduğu dövr ərzində bir dəfə ödəniş etməklə onların peşə fəaliyyəti ilə bağlı yaranmış problemlərin sayından asılı olmayaraq təkrar ödəniş etmədən hüquqi xidmətdən yararlanma imkanından gedir burada söhbət. Və bununla bağlı biz hesab edirik ki, son zamanlar zərurət var, ümumiyyətlə həkimlərin hüquqları müdafiəsi ilə bağlı boşluqlar var müəyyən və ona görə də şirkət yaradılmışdır. Əvvəl həkimlərin hansı çətinlikləri var idi ki, bu məsələdən misal üçün müəyyən çətinliklərlə qarşılaşırdılar, çünki eyni zamanda həkimlər öz peşə fəaliyyətlərini icra eləməlidirlər və eyni zamanda bu cür hüquqi məsələlərin ardıca getməlidirlər. Yəni bu şirkət həkimlərin işini bu baxımdan necə rahatlaşdırır? Çox gözəl sualdır Elmar bəy, təşəkkür edirəm sualınız üçün. Qeyd elədiyim kimi Health Advokat şirkəti ilə müqaviləyə bağlayan həkimlər özlərini həm maddi, həm mənəvi tərəfdən sığortalanmış olurlar. Maddi tərəfdən ona görə sığortalanmış olurlar ki, bir dəfə müqavilə bağlayaraq artıq həmin müqavilənin qüvvədə olduğu dövr ərzində yaranmış problemlərin sayından asılı olmayaraq həmin hüquqi xidmətlərdən yararlana bilirlər. Mənəvi tərəfi məsələnin ondan ibarətdir ki, həmin çətinliklərlə rastlaşarkən artıq onlar təşvişə düşmürlər ki, mən kimə müraciət edeyim, hara müraciət edeyim. Arxain formada bilirlər ki, Health Advokat şirkəti bu sahə üzrə ixtisaslaşmış bir şirkətdir. Həmin şirkətin əməkdaşları artıq səriştəri hüquqşünaslardır və onların hüquqi problemləri ilə məşğul olacaqlar. Onları hüquq mühafizə orqanlarında, məhkəmə orqanlarında təmsil edəcəklər. Hüquqları müdafiə olunacaqdır və həkimlər də öz peşə fəaliyyəti ilə tam arxainlıqla məşğul ola bilirlər. Çox maraqlı bir yerə gəldiniz. Mən istərdim ki, elə həkimlərlə bağlı mövzuya qayıdaq bir yerdə. Ümumiyyətlə burada həkimlər nəzərdə tutulur, həkimlər müraciət edirlər. Yəni istənilən həkimi bura müraciət edə bilər, yoxsa yəni xüsusi bir meyarlar varmı, xüsusi bir tələblər var ki, sizin şirkət bildirir ki, yəni bu tələblərə cavab verən həkim gəlsin və müraciət eləsin bizə? Düzgün vurguladınız. Deməli, bugünkü gündə Health Advokat şirkəti çox da uzun olmayan bir müddətdə fəaliyyət göstərməsinə baxmayaraq artıq bir çox həkimin müraciətini görürük, bizlə əməkdaşlıq etmək istəyini görürük. Lakin burada da müəyyən kriteriyalar var. Çünki tərəfimizdən həmin həkimlərin müəyyən sertifikatlarının olmasıdır, lisenziyalarının olmasıdır, ümumiyyətlə öz sahələri üzrə səriştələrinin olması yoxlanılarkən sənədləri tam qaydasında olduğuna əmin olduqdan sonra onlarla müqavilə bağlanılır. Yəni burada müəyyən kriteriyalar var ki, hansına uyğun olunmalıdır. Yəni müəyyən sahə üzrə, deyək ki, cərrahiyyə sahəsi və ya hansısa bir sahə üzrə müəyyən lisenziyaları olmayan, sənədləri qaydasında olmayan, sertifikatları olmayan həkimlərlə əməkdaşlıq etmək təbii ki, daha çətin olur.
Ümumiyyətlə bu sahədə Azərbaycanda bu sahə bildirdi ki, yenidir. Amma daha əvvəl də həkimlərin hüquqi məsələləri var idi. Yəni onların problemləri həll olunurdu. Yəni HES advokat yaranandan sonra əvvəl necə idi durum, indi artıq bu şirkətin yaranmasından sonra artıq necə olacaq durum? Onu istəyərdim bildirəsiniz. Təbii ki, hüquqi problemlər öncə də olmuşdu, tarix boyunca olur və bu tək həkimlərdə yox, bütün peşə sahiblərində olur. HES advokat şirkəti hüquqi sığorta anlayışını Azərbaycanda tətbiq edən öncü şirkətlərdəndir. Mən hətta deyərdim ki, ilk belə bir şirkətdir. Üstünlükləri ondan ibarətdir. Bayaq da qeyd etdiyim kimi, bu sırf bir sahə üzrə ixtisaslaşmış hüquqşünaslardan ibarət bir hüquq şirkətidir və onların istiqaməti yalnız bir sahə üzrədir. Biz bilirik ki, hüquq sahəsi ümumiyyətlə geniş bir sahədir və burada həm cinayət hüququ, mülki sahədə, kommersiya sahəsində olan mübahisələrdən söhbət gedə bilər. HES advokat şirkətinin fəaliyyət istiqaməti bir sahədir, tip sahəsidir. Və həkimlər də artıq burada, misal üçün, HES advokat şirkəti olmamışdan əvvəl hər hansı bir hüquqşünasa, vəkilə müraciət edərkən, o vəkil təbii ki, çox nadir hallarda sırf bir sahə üzrə fəaliyyət göstərən vəkil ola bilər. Amma HES advokat şirkəti sırf bir sahə üzrə fəaliyyət göstərir, tip sahəsi üzrə fəaliyyət göstərir, ixtisaslaşmış peşəkar əməkdaşlarla komanda şəklində fəaliyyət göstərir və daha effektiv, daha qısa zaman kəsiyində məsələlərin həll olunmasına nail olur. Və sizə müraciət edən həkimlərin sayı nə qədərdir? Onların sayına yanaşı hazırki yəni məhkəmə proseslərinin və yaxud da hüquqi cəhətdən onların hüquqlarının qorunması cəhətdən hazırki durum necədir? Onunla bağlı yəni bizə bir məlumat, statistik bir məlumat təqdim etməyinizi istəyərdik. Həm də bir indiki durumu, şirkətinizdə işlərin necə getdiyi ilə bağlı da belə bir real durumu bizə bildirəsiniz. Qeyd etdiyim kimi HES advokat şirkəti qısa zamandır fəaliyyət göstərir. 2025-ci ildə fəaliyyətə başlanmışdı, artıq bir neçə aydır ki, fəaliyyət göstərməyə başlamışıq. Lakin buna baxmayaraq artıq 100-dən çox həkimlə əməkdaşlıq edilir, müqavilə bağlanılmışdır. Bu müqavilələrin də əksəriyyəti uzun müddətli müqavilələrdir və sizi inandırım ki, bizdə sığorta ümumiyyətlə anlayışı olanda, sığorta eşidəndə deyirik ki, əşi yox, mənim başıma elə bir hadisə gəlməz. Bu tək hüquqi sığortadan getmir. Bu avtomobili, əmlaki, ümumiyyətlə həyat sığortası, sağlamlıq sığortası deyilərkən bir çoxumuz əminliklə deyirik ki, yox, çətin ki, mənim başıma belə bir hadisə gələr. Ona görə bir növ skeptik yanaşırıq sığortaya. Lakin bugünkü gündə artıq 100-dən çox həkim bizimlə əməkdaşlıq edir və onların da böyük əksəriyyəti, sizə inandırım ki, artıq kifayət qədər təcrübəyə malik olan həkimlərdir. Hansının ki, bugünkü günə kimi peşə fəaliyyətlərində heç bir problem yaranmayıbdır. Yəni onlarda nəinki problem, heç adi bir şikayət, narazılıq da olmamışdır. Lakin onlar özləri belə həm özlərini hüquqi cəhətdən sığortalamaq üçün, həm də ki, HES advokat şirkətinin göstərdiyi xidmətlər sırasında həkimlərin bilirik ki, sənədləşmə işləri olur. Onlar bağlanan müqavilələrin nəzərimizdən keçirilir, ərizələrin alınmasıdır, digər sənədləşmə işlərinin aparılmasıdır. Bunlar da mütəmadi olaraq HES advokat şirkəti tərəfindən yoxlanılır, nəzarət yetirilir və onun üçün bu da həkimlərdə müəyyən bir rahatlıq hissi yaradır. Biz sosial mediada, sosial şəbəkələrdə görürük hər hansı bir xəstənin həkimlə bağlı çıxışları olur, onun müalicəsinin doğru getmədiyinə görə səhhətinin daha da pisləşdiyi və yaxud da öz yaxınını itirdiyini bildirən şəxslər olur ki, paylaşımlar edirlər və açıq çağırışlar edir sosial mediada. Ümumiyyətlə bununla bağlı da misal üçün həm buradan danışa bilərik, sosial media vasitəsilə danışa bilərik və ümumiyyətlə ümumi olaraq da həkimlərin tibbi fəaliyyətindəki ən çox rast gəlinən hüquqi risklərdən istəyirəm ki, söz açasınız ki, onlar necə tənzimlənir siz tərəfdən? Hüquqi risklər anlayışı ümumiyyətlə biraz genişdir, Elmar bəy. Burada hüquqi risklər deyiləndə ən xırdasından siz özünüz də qeyd elədiniz ki, bəzən xəstə özü və yaxud xəstənin hansısa qohumları əməliyyatdan sonra, müayinədən sonra, müalicədən sonra öz narazılıqlarını bildirirlər. Kimisi ödənilmiş vəsaiti geri tələb edir, kimisi müalicənin düzgün aparılmadığını, düzgün müayinə aparılmadığından şikayətlənir. Bunların da əksəriyyəti, inandırım sizə ki, subyektiv xarakter daşıyır. Yəni, mən bunu gözləmirdim, başqa bir şey gözləyirdim və yaxud da ki, mən bunu belə istəmirdim, başqa formada istəyirdim. Burada
öncədən onlara bildirilən risklər, fəsadlar, orqanizmin fərdi reaksiya verməsi hamısı öncədən bildirilir. Lakin yenə də deyirəm, burada xəstə və xəstə qohumlarının subyektiv məsələyə yanaşmasından söhbət gedir. Bu ən xırda məsələlərdir. Digər tərəfdən daha ciddi problemlərin yarana biləcəyi məsələlər olur. Hansı ki, burada sağlamlığa ciddi zərərin vurulmasından söhbət gedir, sağlamlığın pozulmasından daha doğrusu söhbət gedir və yaxud da ki, təəssüflər olsun ki, ölüm hadisələri də son zamanlar bilirsiniz ki, çoxalıbdır. Bu ən çox əməliyyatlar zamanı, bu həm plastik əməliyyatlardan söhbət gedir, cərrahi əməliyyatlardan söhbət gedir ki, yəni burada daha böyük risklər bunlardan ibarətdir. Lakin fərqi yoxdur. Qısa böyük risk olsun və yaxud xırda bir risk olsun, hüquqi bir hansısa məsələ yarananda, problem yarananda dərhal həkimlərimiz tərəfindən müraciət olunur və onların məsələsinə ciddi yanaşılır. Risk kateqoriyası olaraq cərrahlar öndə gedir. Burada həm ürək-damar sahəsində olan cərrahlarda, həm plastik cərrahlara ən çox müraciət edir və risk kateqoriyasındadır. Çünki onların fəaliyyətləri daha risklidir. Amma bunlarla yanaşı ginekologiya sahəsində, terapiya sahəsində olan həkimlərdən də müraciətlər olunur bizə və kosmetologiya, dermatologiya sahəsində fəaliyyət göstərən həkimlər də müraciət edir və bəli, onların da müraciətlərinə tərəfimizdən baxılır. Bir sual meydana çıxdı, sanki belə maraqlı gəldi mənə. Yəni mən xəstə olaraq müraciət edirəm həkimə. Həkim mənə hər hansı bir kağız imzaladır və oxuyuram və yaxud da heç oxumuram və onu imzalayıram və vəssalam. Bu artıq həkim üçün bir əsas sənəd sayılırmı ki, əgər hər hansı bir xəstəyə bir ziyan dəyərsə, onu özündə, yəni necə deyim, sizə müraciət edən zaman onun üçün əsaslı bir səbəb sayılır xəstənin onu oxuyub imzalaması. Yoxsa bunu da siz tənzimləyirsiniz, yoxsa bunları da siz meyarları siz formalaşdırırsınız? Baxın, gözəl sualdır. O sənədi imzalatmaq, xəstəyə və ya xəstənin yaxınına imzalatmaq, o həkimin özünü sığortalamaq məqsədi daşıyan bir sənəd deyil. Burada əsas məqsəd ondan ibarət olur ki, əməliyyata girilən zaman bir çox hallarda xəstənin özü və yaxud xəstənin yaxınları əməliyyatdan məlumatsız formada tək ki, mənim yaxınım tezliklə əməliyyata girsin və onlarda ancaq bir ümid var ki, bu əməliyyata girəcəkdir, sağalacaqdır, sağlam formada geri dönəcəkdir. Amma biz bilirik ki, bu təəssüflər olsun ki, hər zaman belə olmur. Burada müəyyən risklər var, bayaq bildirdiyim kimi. Orqanizm müəyyən reaksiyaları var. Eyni əməliyyatı, eyni proseduru, eyni müalicəni iki fərqli şəxsə edərkən müxtəlif nəticələr əldə etmək olar. Həm pozitiv nəticə, həm bir o qədər də xoş olmayan nəticə əldə etmək olar və həmin o sənədləri bildirdiyiniz kimi bir çox hallarda, yəni oxuyub və yaxud oxumadan imzalayan şəxslər onu bilməlidirlər ki, onu oxumaqla yaxınının və yaxud özünün girdiyi əməliyyat barəsində birinci növbədə məlumat əldə olunur ki, bu hansı əməliyyat olunur bu şəxsə, mənim yaxınıma hansı əməliyyat olunur, burada əməliyyat necə icra olunur, hansı formada icra olunur, nələr, hansı daxili orqanlara müdaxilə olunur, misal üçün, və yaxud onların hansı qismən götürülür, tamamilə götürülür və burada digər bir tərəfdən də gələcəkdə nələrdən yayınmalıdır? Deyək ki, əməliyyat uğurlu oldu, əməliyyatdan sonra nələri etmək olar, nələri etmək olmaz. Əməliyyatdan öncə xəstənin hansısa bir digər sağlamlığında olan problemlərlə bağlı mütləq qaydada həkimə məlumat verməli olduğu məsələlər qeyd olunmalıdır. Yəni, o sənədlərlə həm xəstənin özünə, həm həkimin özünə faydalı olan məlumatlar əks olunur və o anket doldurularaq, müqavilə bağlanılaraq, razılıq alınaraq da gələcəkdə yarana biləcək problemlərin qarşısı alınır. Həkimlər sizlə müqavilə bağlayırlar və fəaliyyətlərini artıq özləri deyək ki, rahatlıqla davam edirlər ki, siz artıq onların hüquqi cəhətdən onların fəaliyyətlərini tənzimləyirsiniz. Amma ola bilər ki, yəni həkimin təkcə fəaliyyəti, yəni iş deyil, onun hər hansı bir mülki olaraq və digər hallarda onun hüquqi pozuntu yaşaya bilər, şəxsi problemlərinə hüquqi pozuntu yaşaya bilər və o zaman siz necə dəstək göstərirsiniz burada? O da mı müqaviləyə daxildir, yoxsa necə?
Əslində bəli, belə hallarla da rastlaşmışıq biz ki, həkimlər bizimlə müqavilə bağlı fəaliyyət göstərən həkimlər yalnız öz peşə fəaliyyətləri ilə bağlı yox, şəxsi həyatlarında olan problemlərlə bağlı müraciət olunur. Əvvəla onu qeyd edeyim ki, Health Advokat şirkəti ilə bağlanılmış müqavilə sırf həkimin peşə fəaliyyətini əhatə edir. Yəni peşə fəaliyyəti ilə yaranmış, peşə fəaliyyəti ilə bağlı yaranmış hüquqi problemlərin həll olunmasında, onların hüquqlarının qorunmasında biz iştirak edirik. Lakin dəfələrlə bizə müraciət olunur həkimlərin öz şəxsi işləri ilə bağlı, onunla da bağlı konsultasiyalar da verilir, müəyyən problemin həll olunması üçün yönləndirilir də və əgər zərurət yarandığı halda artıq bundan bağlı əlavə olaraq fərdi qaydada hüquqşünaslar müqavilə bağlayır. Hüquqi risklərdən danışdıq, geniş məlumat verdiniz, amma bir daha konkret danışsaq, ölüm halları baş verən zaman sizin fəaliyyətiniz burada artıq necə özünü göstərir və siz burada necə artıq bunun hüququnu necə tənzimləyirsiniz? Ümumiyyətlə ölüm halı baş verərkən əvvəla onu qeyd eləmək istəyirəm ki, bunu heç kim əvvəlcədən istəməz ki, belə bir hal baş versin. Heç kimin də qəsdən törətdiyi belə bir hal deyil. Lakin bu haldan da heç kim sığortalanmayıbdır. Bir çox hallarda da olur ki, istədiyimiz nəticə əldə olunmur. Lakin hər bir halda həkimlərin hüquqları birmənalı olaraq müdafiə olunmalıdır və olunacaqdır da. Nə üçün? Çünki Azərbaycan Respublikasının Konstitusiyasının 61-ci maddəsinə əsasən hər bir kəsin keyfiyyətli hüquqi yardım almaq hüququ vardır. Bugünkü gündə paralel gətirsək, bilirik ki, Qarabağda erməni caniləri tərəfindən törədilmiş cinayətlər olmuşdur, həm 90-cı illərdə, həm 2020-ci ildə və bugünkü gündə də o şəxslər məsuliyyətə cəlb olunubdur, məhkəmə qarşısındadırlar və onların belə, o cür cinayət törətmiş şəxslərin belə bugünkü gündə hüquqi yardımları təmin olunur. Bizim dövlətimiz tərəfindən təmin olunur və kifayət qədər də yüksək səviyyədə təmin olunur. Burada biz ehtiyatsızlıqdan törədilmiş bir əməldən söhbət gedir ki, o da hələ hüquq mühafizə orqanları tərəfindən aparılmalıdır, ekspertizalara keçirilməlidir ki, bu hal həkimin təqsiri ucbatından baş verib yoxsa yox. Burada hüquq mühafizə orqanları tərəfindən istintaq aparılır, istintaqdan sonra məhkəməyə verilir iş və yekunda məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə həkimin təqsirli olub-olmaması müəyyən edilir. Bütün bu prosesin gedişatında da həkimlərin hüquqları tərəfimizdən müdafiə olunur. Yəni həm hüquq mühafizə orqanlarında, istintaq orqanlarında, həm məhkəmədə və məhkəmənin növbəti instansiyalarında, apellyasiya, kassasiya instansiyalarında da hüquqları tərəfimizdən müdafiə olunur. Misal üçün, həkimlərin siz hüquqi dəstək göstərirsiniz bu məsələlərdə. Yalnız şirkət elə bununla kifayətlənirmi, yoxsa əlavə hər hansı bir tədbirləriniz, müəyyən olaraq atdığınız addımlar varmı şirkət olaraq? Təbii ki, yalnız problemin yaranandan sonra biz həkimlərlə əlaqədə olmuruq. Mütəmadi olaraq sənədlərin yoxlanılmasıdır, bayaq qeyd elədiyim kimi müqavilələrdə, ərizələrdə, digər sənədlərin yoxlanılmasıdır, tərəfimizdən həyata keçirilir. Bundan başqa həkimlərlə mütəmadi görüşlər, yəni ayda bir dəfə, 2 aydan bir görüşlər təşkil olunur ki, hər qrup həkimlərə biz tövsiyələrimizi verə bilək, həmçinin onlarda hüquqla bağlı, peşə fəaliyyətləri ilə bağlı yaranmış sualları cavablandıraq və profilaktik söhbətlər aparaq ki, bəzən görürsən ki, elə xırda bir problemdir ki, bunu yalnız söhbət apararaq, pasientlə, onun yaxını ilə və yaxud da ki, digər şəxslərlə söhbət apararaq, maarifləndirərək onu böyüməsinin qarşısını almaq olar, məhkəməyə getməsinin qarşısını almaq olar və bunun üçün də müəyyən sadəcə addımlar atılmalıdır. Onunla bağlı bir çox hallarda həkimlərlə görüşlərimiz təşkil olunur, açıq qapı formasında və onlar da özlərinə, yəni aid olan, peşələrinə aid olan, onları maraqlandıran sualları ünvanlayırlar bizə. Biz praktik olaraq məsələlərə toxunduq və
bizdə artıq sizin şirkətlə bağlı müəyyən fikirlər formalaşmış oldu. Amma istərdik ki, real nümunələr əsasında bizə bir nümunələr çəkəsiniz ki, yəni bu prosesin hər hansı bir iştirakçısı həkim və hər hansı bir şikayətçi bir pasiyent olsun ki, onların məsələsini konkret olaraq necə həll edirsiniz və yaxud da hazırda bu proses necə davam edir, məhkəmədə davam edirsə, onlarla bağlı bir real nümunələr istərdik ki, sizdən eşidək. Təbii ki, bayaq da qeyd etdiyim kimi, biz çalışırıq ki, problemlər böyümədən vaxtında edilmiş düzgün müdaxilələrlə problemlərin yaranmasının qarşısını alaq. Lakin buna hər zaman nail olmaq mümkün olmur. Bəzən görürsən ki, yəni bugünkü gündə rastlaşdığımız problemlərdən deyim ki, sosial şəbəkələr üzərindən həkimlər barəsində xoşagəlməz məlumatların paylaşılmasıdır, onların şərəf və ləyaqətinə toxunan cümlələrin istifadə olunmasıdır, onların çalışdığı klinikaların işgüzar nüfuzuna xələl gətirən paylaşımların edilməsidir. Bununla bağlı açığı son zamanlarda problemlər aktualdır. Belə olan hallarda da tərəfimizdən addımlar atılır. Həmin hüquqların müdafiəsi olunması üçün altı tərəfimizdən birinci növbədə iddialar qaldırılır və bu cür işlərdə hazırda məhkəmədə var. Qısa olaraq ümumi şəkildə qeyd edeyim ki, həkimdir, əməliyyat aparılmışdır plastik cərrahiyyə sahəsində. Ad çəkmədən qeyd edəcəm çünki bunu. Nəticə şəxsin özünün, yəni subyektiv olaraq mənim ürəyimcə deyil ki, mən üz cizgilərimin belə yox, belə olmasını istəyirdim. Lakin bu əsas vermir, onu sosial şəbəkə üzərindən həkim barəsində təhqiramiz ifadələr işlətsin, klinikanın adını çəksin, işgüzar nüfuza xələl gətirsin və bununla da artıq həmin şəxslərin hüquqlarını pozmuş olur və belə olan hallarda da təbii ki, tərəfimizdən müvafiq addımlar atılaraq onların hüquqları müdafiə olunur. Təşəkkür edirəm. Çox qısa zaman ərzində bu qədər uğurlar əldə edən bir şirkətin istərdim ki, inkişaf planları barədə siz məlumat verəsiniz. Gələcəyə yönəlik sizin əsas istiqamətiniz nədən ibarətdir? Necə davam eləmək istəyirsiniz? Yəni qarşıdakı hədəfləri də istərdim ki, tamaşaçılarımızla paylaşasınız və həkim izləyicilərimiz də bunu görsünlər. Təbii ki, bəli, düzgün qeyd elədiniz ki, gələcək planlarda da şirkət olaraq inkişaf etmək üçün daha göstərilən xidmətlərin keyfiyyətini daha yuxarıya qaldırmaq üçün müəyyən addımların atılması nəzərdə tutulur. Bunun ilk addım olaraq biz nəzərdə tutmuşuq ki, hal-hazırda Bakıda fəaliyyət göstərən klinikalarda çalışan həkimlərə xidmətlər göstərilir, amma biz çalışırıq ki, bunu daha da genişləndirək. Azərbaycanın hər bir nöqtəsində çalışan, fəaliyyət göstərən həkimlərimizə xidmət göstərməyə iqtidarında olaq və auditoriyamızı daha da genişləndirək. Eyni zamanda burada xidmətlərin özlərinin də sayını genişləndirmək istəyirik ki, daha effektiv nəticələr əldə edə bilək. Yəni bu xidmətlərin genişlənmək deyərkən nəyi nəzərdə tutursunuz? Misal üçün bu günləri bölgələrə getməyə nə ehtiyac var? Misal üçün deyirəm də, yəni onlayn olaraq müraciət edə bilərlərmi bölgələrdə olan həkimlər sizin mərkəzə? Təbii ki, onlayn olaraq müraciət edə bilərlər. Bu heç bir məhdudiyyət yoxdur bunda. Hətta zənglər də olur, bəzən görürsünüz ki, və telefon vasitəsilə müəyyən konsultasiyalar da olur. Bu elə həm bölgələrdəki fəaliyyət göstərən həkimlərə də aiddir, həm Bakıda fəaliyyət göstərən həkimlərə də aiddir. Bəzən elə xırda bir məsələ olur ki, onu sadəcə telefon zəngi ilə, yəni düzgün konsultasiya verməklə məsələni həll etmək olur. Lakin bölgələrdə fəaliyyət göstərən həkimlərin peşə fəaliyyətində yaranan problemlər deyilsə, biz nəzərdə tuturuq ki, sırf həmin bölgədə, misal üçün hüquq mühafizə orqanlarına müraciət olunursa, məhkəmə orqanlarına müraciət olunursa, artıq orada da onların hüquqlarının müdafiəsini həyata keçirə bilək. Təşəkkür edirəm İsa bəy, ətraflı fikirlərinizi bildirdiyiniz üçün, Heras Advokat şirkətlə bağlı ətraflı məlumat verdiyiniz üçün sizə minnətdarlığımızı bildiririk. Bizdən bu qədər dəyərli izləyicilərimiz. Bugün biz həkimlərin hüquqlarının müdafiəsi ilə bağlı mövzu ətrafında maraqlı müzakirələr etdik. Sağ olun, salamat qalın.